Bugünkü videomun mövzusu insanın əhəmiyyəti olacaq. Yəni insan niyə lazımdır, nəyə lazımdır və s. Yəni bu tip sualların cavabını verəcəm. Və bir sıra arqumentlər qeyd etmişəm. Ümumi 8 arqumentdən danışacağam. Yəni insanın əhəmiyyətsizliyini, yəni əhəmiyyətsiz deməyim, digər canlılardan əslində çox da fərqlənmədiyini bildirən arqumentləri sizinlə paylaşacağam. Yəni belə deyim, mənim üçün mənim baxış bucağım budur ki, yəni bir insanın ölümü ilə ağacın kəsilməsinə və ya heyvanın ölməsinə qarşı verdiyim reaksiya eynidir. Nəyi nəzərdə tuturam? Yəni bir insan öləndə də eyni reaksiyanı verirəm. Bir heyvan öləndə də eyni reaksiyanı verirəm. Bir ağac kəsiləndə və ya hər hansısa bir canlı orqanizması olan bir varlığın hər hansısa bir zədə alma prosesində də eyni reaksiyanı verirəm. Düzdür, burada bir sıra şeylər də var. Yəni mən tutaq ki, yaxın birimi, yaxın bir tanışımı itirəndə verdiyim reaksiya daha ağır olur. Nəticədə onun itkisi mənə daha böyük bir zərbə vurmuş olur. Amma ümumi olaraq mən canlı orqanizmləri götürəndə mən düşünürəm ki, mən nə qədər var olmağa layiqəmsə, hər hansı bir heyvan da o qədər var olmağa layiqdir. Yəni tutaq ki, mən ölməmək üçün yaşayıramsa, əziyyət çəkməməyə çalışıramsa, yəni bir ağrı yaşamamağa çalışıramsa, ona heyvan da layiqdir, ağac da layiqdir, hər hansı bir bitki də, hər hansı bir canlı da layiqdir. Yəni mən imenni sırf düşünürəm deyə, sırf dərrakəm var deyə, o demək deyil ki, digər canlılardan üstünəm, digər canlılardan daha çox qorumalıyım özümü, daha çox müdafiə etməliyəm, daha çox həyatımı yaxşılaşdırmalıyam. Mən belə düşünmürəm. Onun üçün bu belə düşünən zamanda da istər-istəməz insanı digər varlıqlarla eyni tərəziyə qoyuram. Yəni insanı üstün görmədiyim bir sıra arqumentlərdən birincisi budur. İnsanın təbiətdən asılılığı arqumenti. Yəni insan təbiətin bir məhsuludur. Bunu hər kəs bilir, ancaq təbiətə möhtac bir varlıqdır eyni zamanda. Yəni biz həm təbiətdən gəlib, həm də təbiətdən ən çox istifadə edən canlılardan biriyik. Yəni insan təbiətdən, heyvanlardan, bitkilərdən istifadə elədiyi, onlara möhtac olduğu halda sırf dərrakəsi var deyə onlardan üstün olmuş olur. Yəni bu insanın üstün olduğu ideyasını çox vaxt dinlər və mifologiyalar uydurubdur. Yəni indi uydurub deyirəm, inanan var, inanmayan var. Mənim üçün belədir. Yəni mənə görə dinlər insanı dağın başına qoyub, digər canlılardan fərqləndirib, əxlaqı formalaşdırıb, mədəniyyəti formalaşdırıb, müəyyən bir intellekti formalaşdırıb, beləliklə digər canlılardan daha üstün bir mövqeyə daşıyıb insanı. Amma mənə görə elə deyil. Yəni dediyim kimi, mən nə qədər vacibəmsə, bir heyvan da o qədər vacibdir. Düzdür, mən öz ailəmin gözündə daha vacib ola bilərəm hər hansısa bir heyvanın yanında. Ancaq o demək deyil ki, o heyvan da öz ailəsinin yanında ən az mən qədər vacib deyil. Yəni bu o demək deyil. İlk arqument bu idi. Yəni insanın təbiətdən asılılığı. İnsan belə ki, yəni heyvanlar olmasa, bitkilər olmasa, təbiət olmasa, yəni insan nəsildə məhv olub gedəcək. İnsan təbiətdən asılı bir varlıqdır. İkinci arqument günc və dayanıqlılıq arqumentidir. Güc və dayanıqlılıq deyəndə onu nəzərdə tuturam ki, yəni bir körpə uşaq düşünün, onu təbiətə buraxaq və mümkün deyil o yaşasın. Yəni istir yayda, qışda, payızda, hansı fəsildə, hansı ölkədə, hansı regionda olur olsun, təbiətə buraxılan körpə uşaq yaşamaz. Çox nadir halda, tutaq ki, qoyulan 1 milyon körpədən maksimum 100-ü həyatda qala bilər, maksimum. Yəni mən hesablamamışam, atıram sadəcə. Bunu ona görə deyirəm ki, yəni bu normal bir şeydir də. Yəni bir körpə əgər böyüyürsə, inkişaf edirsə, valideynləri sayəsində, digər insanlar sayəsində, yəni inkişaf edənə qədər möhtacdır valideynlərinə. Amma bir canlını, yəni bir heyvanı, körpə bir heyvanı təbiətdə yalnız buraxmaq çox da böyük bir problem deyil. Elə heyvan növləri var ki, balasını dünyaya gətirdikdən sonra ölür valideyni, yəni anası ölür. Çox vaxt kişi cinsli heyvanlar, yəni övladların yanında olmur. Onlar sadəcə nəsil artırmağa kömək olurlar. Ümumi olaraq nəzərdə tutsaq ki, heyvanlar həqiqətən də çox körpə yaşdan, yəni yeni doğulduğu andan etibarən yalnız qala bilirlər, təbiətdə öz başlarının çarəsinə baxa bilirlər, inkişaf edə bilirlər, böyüyə bilirlər və buna dayanaraq demək mümkündür ki, insan
heyvanlardan əslində geri qalmış bir varlıqdır ki, hələ də yəni dünyaya gələndə ən çəlimsiz, ən zəif məhz insan övladı olur. Yəni həyatda qalmağı qeyri-mümkündür. Yəni 1% ancaq çox nadir hallarda. Amma heyvanlar aləmində onsuz da bu normal bir şeydir. Elə olur doğumdan sonra həmin o heyvanın anası ölür və ya anası tərk eləyir və ya elə bir yerdə dünyaya gətirir ki, heyvanın yadına düşmür, artıq çıxır gedir. Elə heyvan növləri var ki, insan kimi duyarsızdır, yəni dünyaya gətirir, baxmır, atır, çıxır gedir. Elə, yəni belə. Buna dayanaraq demək mümkündür ki, insan yenə heyvandan əslində çox da üstün deyilmiş. Digər canlıların üstün olmaması arqumenti. Yəni digər canlıların insan üçün mövcud olmamasının arqumenti. İnsan çox vaxt heyvanları öz ehtiyacları üçün qiymətləndirir. Məsələn, bilir ki, at faydalıdır, yəni bizə qoşqu vasitəsidir, bizə kömək eləyir, arı bal eləyir, biz onun balını yeyirik falan. Yəni mən düşünmürəm ki, heyvanların sırf insanlara qulluq üçün bu tip şeylərlə yəni məşğul olmağa bir orqanizması olsun. Tutaq ki, at yəni qoşqu vasitəsi deyildi. At əşya deyil. Onu qoşqu vasitəsinə çevirən insan idi. Yəni insan atı, inəyi qoşqu vasitəsi kimi istifadə eləyib. Bu o demək deyil ki, atın və inəyin təbiətində qoşqu vasitəsi olmaq var. İnsan üçün yaradılıb, insana qulluq üçün belə deyə bir şey yoxdur. Sadəcə insan atı, inəyi və bu tip heyvanları qoşqu vasitəsinə çevirməyi bacardı, düşündü, çevirdi. Bu o demək deyil ki, heyvanlar insana o qulluq eləməlidir. Sonra dördüncü arqument insanın instinktlərdən azad olmaması arqumentidir. Heyvanlarla eyni şeydir. Yəni heyvanlar kimi qorxumuz var, stresi yaşayırıq, aclıq yaşayırıq, cinsi istək, ehtiras və s. Yəni heyvanlarla həmən eyni xüsusiyyətlərə sahibik. Həqiqətən eyni xüsusiyyətlərə sahibik. Bizi heyvanlardan fərqləndirən tək şey sadəcə düşünürük. Düşündüyümüz şeydən yəni yeni bir işlə məşğul oluruq, yeni bir şey yaradırıq. Yəni buna biz kreativlik deyək. Yəni budur, insanın başqa nə üçün bir üstünlüyü var? 5-ci arqument deyəsən 5 idi, ta bilmirəm, yadımdan çıxdı. Təbiətin məqsədsizliyi arqumenti. İnsan düşünür ki, elə bilir ki, təbiət, heyvanlar insana qulluq üçün yaradılıb. Bayaq da dedim. Amma nəzərə tutsaq ki, təkamül prosesi var. Və təkamül bir sıra heyvanların ortaya çıxmasına səbəb oldu. Təkamül bu gün də olur. Bu gündən sonra da biz fərqli canlılar görəcəyik. Təbii ki, bu qısa dövr tarix üçün mümkün deyil. Yəni buna min illər, milyon illər lazımdır təkamülün nəticəsini görə bilməyimiz üçün. Amma ümumi olaraq deyə bilərik ki, təkamül canlı formalaşdırır və ya formalaşdırmır. Yəni təkamülün əsas məqsədi insanı yaratmaq deyildi. Yəni dinlər, mifologiyalar belə deyir. Ola bilər siz buna inana bilərsiniz. Ümumi olaraq nəzərdə tutsaq, təbiətdə o qədər bilmədiyimiz heyvan növləri, canlı növləri var, kəşf edə bilmədiyimiz, yəni varlığına bir məna qata bilmədiyimiz elə canlı növləri var ki, yəni sırf biz düşünə bilirik deyə o demək deyil ki, təkamül, yəni insan təkamülün böyük bir qismini tamamladı və sondur. İnsan hələ də təkamül eləyir və əgər insan nəsli davam edə bilsə min illər, milyon illər sonra da fərqli cür insan növləri görəcəyik. Yəni bizdən üstün insan növləri də ola bilər və ya biz daha da bərbad bir yerə gedə bilərik, geriləyə bilərik. Yəni qısaca təkamülün nəticəsi sadəcə insan deyil deməyə çalışıram. Yəni çünki dinlər, mifologiyalar ancaq bunu aşılayırıq. İnsan yaradılıb, insan kainatın mərkəzidir. Hər şey insana qulluq eləyir. Hər şey insanın imtahanı üçün yaradılıb. Mən düşünmürəm belə bir şey olsun. Özümü o qədər üstün görə bilmirəm. Elə yəni təbiətə çıxanda təbiətə möhtac bir varlığam. Yəni bu gün bir aslan görsəm yolda, yəni məni parçalayıb yer. Ona qarşı heç bir müdafiə sistemim yoxdur mənim. Və ya evim olmasa, yəni o dərrəkim olmasaydı, mən bəzi şeyləri yaratmasaydım, ölüb gedəcəkdim. Yəni keçmişdə insanların hamısı xoşbəxt bir şəkildə yaşayıb nəsillərini davam elətdirməyiblər. Yəni yer üzündə yaşayan insanların Allah bilir neçə qatı zaten tələf olubdur. İnsan düşündükcə, yaratdıqca özünü sudan çıxarmağa başlayıbdır. Yəni mən deməyə çalışıram ki, bunu insan bacarıbdır. Yəni təkamül bizə bunları qazandırmadı. İnsan özü bunu
buna nail oldu. Düzdür, yəni insan intellektini də təkamül formalaşdırıb. Amma təkamülün tək vəzifəsi elə insan intellekti formalaşdırmaq deyildi ki, təkamül milyonlarla canlı formalaşdırıbdır. Ki biz buna da təbiət deyirik. 6-cı arqumenti deyirsən, ölüm qarşısında bərabərlik arqumenti var. Yəni hamımız əvvəl-axır eyni yerə gedirik və nəticəsini də bilmirik. Tutaq ki, dinlər, mifologiyalar deyir ki, insan öləndən sonra belə də imtahana gedəcək. İmtahan verir bu dünyada, öləndən sonra falan cənnət, cəhənnəm. Bəs heyvanlar, yəni onların da ruhu var. Bəs indi bizim ruhumuz var. Biz günah işləyirik, yaxşılıq edirik. Bizim ruhumuz bunlarla qidalanır və imtahanın nəticəsi bunlarla bəlli olacaq. Bəs heyvanlara heç şüur verilməyib. Heyvanların dərəcəsi yoxdur. Onlar vəhşidirlər, təcavüzcüdürlər. Yəni heyvandır da. Bəs heyvanın ruhu yoxdur. İminli sadəcə elə biz imtahan verək deyə olublar onlar. Yəni mən düşünmürəm belə bir şey olsun. Sonra 7-ci arqumenti deyirsən, əzab çəkmə qabiliyyəti. Yəni əziyyət çəkən bir dənə insan deyil. Yəni biz bu gün kapitalizmi formalaşdırmışıq deyə, ölkələri qurmuşuq, millətlər formalaşdırmışıq, texnologiya yaratmışıq deyə, o demək deyil ki, biz üstünük, biz hər şeyi bacarmışıq. Yəni heyvanlar insanlardan az əziyyət çəkir, yəni bunu düşünmək lazımdır. Mən düşünmürəm belə bir şey. Yəni qarışqalar məsələn koloniya halında komanda şəklində yaşayır, bir sistem formalaşdırır, ona uyğun şərti qaydalarla yaşayır, öz qayda qanunları var. Onların da özünə məxsus bir yaşayış tərzi mövcuddur. Yəni əziyyət çəkən bir dənə insanoğlu deyil. Yəni biz indi əziyyət çəkirik deyə, işləyirik deyə, nə bilim özümüzü irəli aparırıq deyə o demək deyil ki, biz üstünük. Bizim sadəcə bunları eləyə biləcək intellektimiz var. Yəni bunu eləyə bilməyən insanlar da mövcuddur. Yəni əqli qüsurlu olan insanlar, tutaq ki, görmə əngəlli olan insanlar, eşitmə, danışma əngəlli olan insanlar, hər hansı bir qüsuru olan insanlar məsələn əziyyət də çəkə bilmir bəzən. Yəni insanı üstün qılan, yəni mən belə deyim, öz egosudur. Elə bilir ki, bütün kainat bundan ötürü yaranıb. Elə bilir ki, bunun yəni bütün kainat bundan ötürü fırlanır. Bütün heyvanlar buna tabedir. Bütün təbiət buna qulluq eləyir. Bütün hər şey bunun ətrafında cəmləşir. Hətta bu mənəmliyə gətirir, çıxardır. Ona görə bu millətlər falan formalaşdı, dinlər formalaşdı, miflər yayıldı. Hər kəs öz dinini elə bildi ki, düz dindir. Hər kəs öz millətini daha üstün saydı, milliyyətçi oldu. Hər kəs elə bilir ki, özünə məxsus olan şey tək reallıqdır. Yəni tək reallıq məndə nə varsa odur. İnsanlar elə zənn edir. Məsələn bu tip şeylər, yəni qədim dövrlərdən bu insanı üstün qılma prosesi insanda belə düşüncələr formalaşdırdı. Nəticədə yenə insana düşmən elədi. Yəni insan insana düşmən olur. İnsan insanı öldürür, insan insana təcavüz eləyir, pis şeylər fikirləşir. Yəni nəticədə yenə insan bir-birinə qarşı rəqabət aparan, bir-birinə amma eyni zamanda yenə möhtac olan, yenə də bir-birinə qarşı savaşan bir canlıdır. Yəni bunun heyvanlar aləmindən heç bir fərqi yoxdur. Heyvanlar da bir-birinə qarşı mübarizə aparır, rəqabət aparırlar, savaşırlar. Yəni bir fil öz balası da fildir deyə onu qoruyur. Zürafə də öz balası zürafədir deyə öz balasını qoruyur. Amma ikisi bir-birini qorumur. Bu bizim müasir dövrdə də artıq mövcuddur. Millətlər bir-birinə qarşı hər daim mübarizə aparır, rəqabət aparır. Yəni bu əslində olmalıdır da. Çünki yəni biz həqiqətən belə bir reallıq var ki, qazanmaq istəyirsinizsə oğurlamaq lazımdır. Yəni bu gün təbii sərvətləri tükənmiş bir millətin, yəni istehsal etmə prosesi dayanmış bir millətin, istehlak qabiliyyəti aşağı düşmüş bir millətin, təbii ki, başqa millətin təbii sərvətlərinə göz dikməyə, necə deyim, ixtiyar deməyim, ehtiyacı var. Yəni bu hər nə qədər, yəni mən bunun üçün insan varlığını əhəmiyyətsiz hesab edirəm. İnsan həm bir-birinə möhtac olsun, həm bir-biri ilə savaşsın, həm də bir-birinə qarşı rəqabət aparsın, həm də bir-birini sevməyə çalışsın. Yəni bunların hamısı bir ziddiyyətdir. Heyvanlar aləmində olan bir şeydir. Heyvanlar aləmində olan bu tip şeyləri normal hesab eləmək olar. Çünki onların intellekti yoxdur, onların dərəcəsi yoxdur. Onlar belə formalaşıblar, belə təkamül eləyiblər.
Amma bizim intellektimiz olduğu halda, şuurlu düşünə bilmə qabiliyyətimiz olduğu halda, yenə də heyvanlar aləmindən fərqlənmirik. Yəni bu yenə də bizi üstün qılmır. Biz üstün irq deyilik. Biz sadəcə təsadüfən dərəcəmizi inkişaf etdirmiş biriyik ki, bu müasir dövrdə çox sürətlə inkişaf eləyir. Yəni körpə bir uşağı tək bir dənə otağa qoyun. Onunla danışmayın. Sadəcə təməl ehtiyaclarını verir, məsələn, yeməkdir, sudur və s. Danışmayın. O inkişaf eləməyəcək, o danışmayacaq, o yeriməyi öyrənməyəcək, yəni özü bir cəhd göstərməsə. İndiki müasir dövrdəki insan kimi düşünə bilməyəcək, geridə qalacaq, əqli zəifliyi olacaq. Yəni insanı indiki dövrdə ön plana atan, daha çox inkişaf elətdirən əslində daha çox inkişaf eləmiş insan intellektidir. Yəni bu gün mənim valideynlərim tutaq ki, mənim psixologiyam haqqında nə eləməli olduqlarını bilirlər, mənə hansı dili necə öyrədəcəklərini bilirlər, mənə necə yeriməyi öyrədəcəklərini bilirlər, mənə hansı qidaları hansı vaxtda verəcəklərini bilirlər və bu məni inkişaf elətdirir. Mən onlardan götürürəm. Yəni belə-belə mən daha tez yeriyirəm, daha tez danışıram, daha tez necə deyim, öyrənmə potensialım formalaşır. Mən daha tez inkişaf eləyirəm. Amma maraqlanmayan bir körpə, yəni maraqlanmadığınız bir körpə uşaq inkişaf eləməyəcək, geridə qalacaq. Yəni heyvan kimi. Heyvanların da bir intellekti olmadığı üçün özlərini inkişaf elətdirə bilmirlər. Çünki onlar heyvandır. Yəni insan da əslində bir heyvandır, amma insanı yenə deyirəm, inkişaf etdirən yenə inkişaf eləmiş insan intellektidir. Valideynləridir, inkişaf eləmiş valideynləridir. Yəni körpə bir uşağa heyvan baxsa, yəni tutaq ki, bir dənə körpə bir uşaqdır, zürafə baxır ona. Zürafə o uşağı həqiqətən belə bir ssenarini düşünək. Tutaq ki, həqiqətən baxır. Təməl ehtiyaclarını verir, qida, su və s. O uşaq nə öyrənə bilər? O uşaq nə danışacaq, nə yeriyəcək? Yəni özü cəhd eləsə yeriyə bilər, yeməkləyə bilər. Amma zürafəyə qarşı bir sevgi formalaşdıracaq. Zürafəyə yaxınlaşacaq. Yəni düzdür, indi zürafə ilə körpə uşaq biraz şey oldu. Biraz uzaq şeylərdir. Biz buna nə deyək? Ayı deyək də, ayı. Tutaq ki, bir ayı insana baxır. Nə öyrədə bilər ona? Özündə olan xüsusiyyətləri öyrədə bilər. O körpə uşaq danışa bilməz, yeriyə bilməz. Yerisə də ayı kimi yeriyər, ona baxar. O aşılanı baxır ona. Yemək yesə ayının yediyi şeyləri yeyəcək və belə gedəcək. Bununla böyüyəcək. Özünə bunları aşılamış olacaq. Başa düşürsünüz? Yəni ona görə də insan çəlimsiz, zəif və aciz varlıqdır. Təbiətdə, həyatda qala bilmə potensialına sahib deyil. İnsanı irəli aparan yenə bir digər insandır. Yəni heyvanlardan yenə fərqsiz olduğunu göstərir bu. Bu qədər. Yəni ki, 8 arqumentdə saydım, ya da bilmirəm, rəqəmləri unutdum, qarışıq yazmışam. Deyəcəklərim bu qədər idi. İnşallah özümü ifadə edə bilmişəm. Yəni çox fəlsəfi girişmədim əslində. Öz cüzi məntiqimlə hərəkət elədim, danışdım. Çox qatı fəlsəfi tərzdə də insanın əhəmiyyətsiz olduğunu vurğulayan, insanın digər canlılardan fərqlənmədiyini müdafiə edən insanlar da olub, filozoflar olub, fəlsəfəçilər olub. Yəqin ki, gələcəkdə bu tip videolar da atacağam. Bugünlük video bu qədər idi. Mənə dəstək olmaq istəyirsinizsə kanala abunə ola bilərsiniz. Ən əsası da mövzu ilə bağlı çox xahiş edirəm, şərh yazın. Fikir mübadiləsi aparaq. Yəni videoya bağlı tərif falan deməyin, mənə tərif deməyin və ya yəni videodakı mövzuya uyğun sual yazın, fikir mübadiləsi aparaq. Video bura qədər, sağ olun, salamat qalın.